Qarabağda 70-ci günümüz necə keçir? Hər kəsə bura köçməyimiz, burada yaşayışımız çox maraqlı gəlir. Səbəbi isə həyatın burada sıfırdan qurulmasıdır. Amma Qarabağlılar üçün bu çətin bir şey deyildi. Çünki biz hər zaman bilirdik ki, öz yurdumuza qayıdacağıq. Qarabağ üçün tam hazır idik və bu gün burada yaşayışımızı asan şəkildə qurmuşuq. Ən əsası da dövlətimizin bizə yaratdığı bu şərait sayəsində bizim üçün bura örgəşmək və burada öz yaşayışımızı qurmaq çətin olmadı. Biz Xocavənd rayonunun Hadrut qəsəbəsində yaşayırıq və hal-hazırda da dövlətimizin tam nəzarəti altındayıq. Hal-hazırda Hadruta köçlər davam edir və yenidən qurma işləri də öz axarındadır. Qarabağda keçirdiyimiz hər günümüzü şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq. Və belə gözəl təbiətə sahib bir yerdə öz yaşayışımızı qurmaq bizim üçün ayrıca bir xoşbəxtçilikdir. Qarabağda görəcəyimiz bir çox işlərimiz var. Sizlərə də bu işlərimiz maraqlıdırsa videonu bəyənib səhifəmizi izləməyi unutmayın.